Dəyərindən aşağı bağ evi 385 min manata 9 sotda. Düşünün ki, dəyərli izləyicilər, evimizdə bütün şəraitimiz hər biri hazır startdadır. Və diqqət edirsinizsə, həm besetka hissəsi, həm evimizin dam örtüyü, hər biri çerpitsia dam örtüyüdür. 9 sotun daxilində həyat üçün baseyni, yəni hovuz, 4-ün 7-yə, 20 tonluğa ehtiyac su çəni, qazlı su işığı təbii ki, fasiləsizdir və evimizin önünə qədər asfalt küçədir. Bir sözlə şəxsi özü üçün tikilmə evdir. Betonu katlavanla verilmiş, ara kəsməsi monolit, 2 mərtəbə olmağına baxmayaraq yenə də yerdən kürsülü, zəhmət olmasa son hissəsində görsədək. Evin önünə qədər asfaltdır. Həm dekorativ işıqlandırması var, həm də ki, il boyu yaşıl qalacaq dekorativ yaşıl ağaclar. Qiymətimiz 385 min və buradan vurğulayım ki, sizə niyə birinci dəyərindən aşağı dedim. Çünki hal-hazırda yerləşdiyimiz ünvan buzovna ərazisidir və bu ərazidə tək bu torpağın sotu 250 min manat pul eləyir. Ümumi götürsək. 250 min, bu boyda ev isə 135 minə və ümumilikdə 7 otaqdan ibarətdir. Videonu çox uzatmırıq. Belə qısaca deyim ki, bu tərəfdən o tərəfə kəsdirmək mümkündür. Ayaq qoyulacaq hər bir yer döşəmə daşdır. Həmçinin kababxanası, əldamısı və həyət üçün hamam sanuzeli. Daxil olaq, indi isə ümumilikdə görsətdik, evimizin daxilini görsədək. Zəhmət olmasa içəri keçək. İstidən aparat dayana bilər. Buradan saxla. Qiymətimiz 385 min və ümumilikdə 7 otaqdan ibarətdir. Yəni 2 qonaq otağı var və 5 yataq otağı. Daxil olarkən görürsünüz. Baxın, belə bir mətbəx hissəsi, həmçinin dekorativ işıqlandırması evində daxilində təchiz olunub. Ümumilikdə isə 3 hamam sanuzeli var. Şəxsən çox bəyəndim bu evi və gördüyünüz qədəri bütün kermogranit olan hissələr isə tam şəkildə isti döşəmədir. Hamam sanuzel, asma tavanlı görürsünüz. Birinci mərtəbədə 2 yataq, 1 qonaq, mətbəx və hamam sanuzel. İkinci mərtəbədə isə 3 yataq, 1 qonaq və bir dənə də yer var ki, oranı da sizə vurğulayacağım. İstəsəniz otaqda eləyə bilərsiniz və yaxud da mətbəxdə. Onunla birlikdə ümumilikdə 8 otaqdır. İndi isə zəhmət olmasa qonaq otağını görsədib, sonra qalxaq ikinci mərtəbəyə. Və pilləkən hissəsi isə tam şəkildə mərmərdir. Qonaq otağı, dekorativ işıqlandırma, twist-end, listur, hər biri yəni yüksək səviyyədir və bir daha qeyd edirəm ki, özü üçün tikilməlidir. Bu satış məqsədli tikilən ev deyil. Çünki bir daha vurğulayıram ki, hal-hazırda bu evin torpağının qiyməti 250 min manatdır və 135 min manata bu qədər dəmdəstgah düzəltmək olarmı? Təbii ki, qeyri-mümkündür. Pilləkəndəki video daxilində görsənir zaten. Mərmərdir. Çıxış zamanı bizi belə bir qonaq otağı və həmçinin sizə vurğuladığım bu ikinci otaq var ki, buradır. İstəsəz mətbəx də eləyə bilərsiniz və yaxud da bağlayıb bir dənə otaq verə bilərsiniz. Bununla birlikdə 8 otaq olur. Burada da həmin qaydada dekorativ işıqlandırma, ümumi hamam sanuzeli, gizli işığı da var tavan hissəsində və 3 yataq otağı. Sağda 1, solda 1 və son hissədə isə bir dənə yataq otağı. Yəni deməyə heç bir ehtiyacı yoxdur ki, bütün pəncərələr səhətinə baxmağının dairəvi təbii ki, cütdaşdır, betonu kəməri hər biri katlavanla verilmiş evdir. Bu isə ailə yataq otağıdır və həmçinin özünə məxsus hamam sanuzeli var. Bir daha qeyd eləyək dostlar, evimiz yerləşir buzovna. Ayda parka yaxın bir məsafədə şəxsi, yəni həyətinin otundan tutmuş şiferinə qədər hər biri öz istəyi ilə özü üçün düzəlmə bir evdir. Qiymətimiz 385 min manatdır. Real alıcı ev sahibi tərəfindən real qiymət endirimi olacaq. 9 sotda tam mülkiyyət çıxarır. Sağ olun, sağlıqla qalın.